Borcunuz var və qarşı tərəf məhkəməyə müraciət etmək istəyir. Bəs borcunun məbləğini, ödəniş tarixlərini və necə ödəniləcəyini özünüz razılaşdırmaq istəyirsinizmi? Bu halda mediasiya sizin üçün alternativ həll yolu ola bilər. Mediasiyada tərəflər borcun ümumi məbləğini, ödənişin birdəfəlik və ya hissə-hissə edilməsini, ödəniş tarixinin və hansı vasitə ilə həyata keçirəcəyini razılaşdıra bilərlər. Bu razılaşma barışıq sazişində əks olunur. Ən vacib məqam isə budur. Əgər tərəf saziş üzrə öhdəliyi yerinə yetirməsə, bunun hüquqi nəticələrini də sazişdə göstərə bilərlər. Yəni mediasiyada sadəcə borcumu ödəyəcəm demək kifayət deyildir. Borcun məbləği, ödəniş qaydası, müddəti və öhdəlik yerinə yetirilmədikdə yaranacaq hüquqi nəticələr konkret şəkildə müəyyən edilə bilər. Borc mübahisəniz varsa, məhkəməyə getməzdən əvvəl mediasiya imkanını araşdırın. Mübahisənizi mediasiyada həll edin.